Biləsuvar rayonunda ər-arvad arasında yaşanan mübahisə cinayətlə nəticələnib. Hadisə ötən ilin iyulun 23-də rayonun mərkəzində Heydər Əliyev küçəsində baş verib. 1991-ci il təvəllüdlü Ayaz həmin gün saat 21:00-da birgə yaşadıkları fərdi yaşayış evində arvadı Süsən ilə ailə məişət münasibətləri zəminində mübahisə edib. Bu zaman Ayaz arvadının sifət və bədəninin müxtəlif nahiyələrinə şillə, yumruqla bir neçə dəfə zərbələr vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən Ayazın barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Ayaz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, Biləsuvar rayonunun kəndində qeydiyyatda olsa da 3 ildir ki, ailə üzvləri ilə birlikdə Biləsuvar şəhəri Heydər Əliyev küçəsində yerləşən mənzillərdən birində yaşayır, evlidir və himayəsində 2 uşağı var. Mən dövlət qurumlarından birində operator vəzifəsində çalışıram. Zərər çəkmiş Süsən mənim arvadımdır. Biz artıq 10 ildir ki, evliyik. Aramızda mübahisələr, münasibətlər yaxşı olsa da, bəzən məişət zəminində mübahisələrimiz yaranır. Sonuncu dəfə arvadımla aramızda münaqişə qonaq getdiyim valideynlərimin evində mənə xəbər vermədən geri qayıtmasına görə yaranıb. Bu zəmində iyulun 23-də saat 21 radına evə gəldiyim vaxt Süsənlə mübahisə etdim. Əsəbləşərək onun sifət və bədəninin müxtəlif nahiyələrinə yumruq, şillə zərbələri yetirmişəm, həmçinin onun qolunu da vurmuşam. Sonradan etdiyim əməldən peşman olmuşam, lakin Süsən məni bağışlamadı, Biləsuvar rayon polis şöbəsinə barəmdə şikayət etdi, deyə o ifadəsində göstərib. İş üzrə zərər çəkmiş Süsənin sözlərinə görə ali təhsillidir və orta məktəblərdən birində fən müəllimi işləyir. Mən Ayazla 2015-ci ildə nikaha daxil olmuşam. Birgə nikahımızdan 2 uşağım anadan olub. Biz təxminən 7 il Ayazla onun valideynlərinin evində yaşasaq da, təxminən 3 il bundan əvvəl Biləsuvar şəhərində mənzil alqı-satqı yolu ilə əldə edərək həmin mənzilə köçdük. Həmin mənzilin dəyərini ödəmək üçün bizim kommersiya banklarından kredit götürdük. Hazırda həmin kreditə görə ödənilməmiş 24.000 manat borcumuz qalıb. Həmin borcu ödəmək üçün 2 iş yerində işləyirəm. Hər həftə orta məktəblərdən təxminən 30 saat dərs keçirəm. Bundan başqa bizim tanışlarımıza da borclarımız var. Buna görə də aqrar islahatlar zamanı mənə verilmiş sıfırdan %75 hektar ölçüdə pay torpağının satılmasını və borcunun ödənilməsini Ayaza təklif etdiyimə görə aramızda bir müddətdir ki, münaqişələr baş verir. Mənimlə Ayazın arasında əvvəllər də tez-tez məişət zəminində münaqişələr yaranıb, deyə o ifadəsində göstərib. Zərər çəkmiş qeyd edib ki, sonuncu dəfə 2019-cu ildə onun ərizəsi əsasında Ayaz cinayət məsuliyyətinə cəlb edilsə də, barışdıqlarına görə həmin işə xitam verilib. 23 iyul 2025-ci ildə saat 21 radiyasında oğlum İlqar ilə birlikdə evdə olduğum vaxt ərim qapını döydü. Qapını açmazdan əvvəl həmin şəxsdən digər oğlum Namili valideynlərinə məxsus evdən gətirib-gətirmədiyini soruşdum. Həmin vaxt Ayaz ünvanıma nalayiq sözlər işlətdi, oğlumu evə gətirməyəcəyini dedi. Ərimin evə daxil olduqdan sonra mənə xəsarət yetirəcəyini düşündüyüm üçün əvvəlcə qapını açmaq istəmədim. Lakin Ayaz məni aldatdı, mənə heç bir xəsarət yetirməyəcəyinə söz verdiyi üçün qapını açdım. O içəri daxil olduqdan sonra üzərimə hücum etdi. Boynumun arxa nahiyəsindən yumruq zərbəsi endirdi, mən zərbənin təsirindən özümü itirdim. Həmin vaxt Ayaz bir əli ilə qolumdan tutdu, digər əli ilə isə mənə dəfələrlə yumruq, şillə zərbələri endirdi. Qollarımı sıxıb tutaraq vurdu. Sol əlimin axırıncı barmağımın dırnaq hissəsini qırıldı. Mən ağzının təsirindən qışqırmağa başladım.
üçün ərim məni buraxdı. Bundan sonra isə oğlumu da özüm ilə götürərək yaşadığım evi tərk etdim. Bundan sonra Biləsuvar rayon mərkəzi xəstəxanasına getdim. Xəstəxananın təcili tibbi yardım şöbəsində olduğum vaxt polis əməkdaşları məndən izahat aldı. Ayazın məni döyməsi barədə həmin şəxslərə məlumat verdim deyə zərər çəkmiş şəxs ifadəsində göstərib. Bu cinayət işinə Biləsuvar rayon məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə Ayaz 360 saat ictimai işlər növündə cəza təyin edilib. Quba rayonunda 70 yaşlı kişi aləm münaqişə sistemində kürəkəninə xəsarət yetirib. Hadisə ötən ilin noyabrın 5-də baş verib. 1956-cı il təvəllüdlü məsum yaşadığı evdə aralarında yaranmış münasibətlər zəminində kürəkəni Xəlili yumruqla vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən məsumun barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən məsum ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, noyabrın 5-də saat 19 radədən kürəkəni Xəlil zəng edib və qızı ilə boşanmaq istədiyini bildirib. Mən də bu səbəbdən əsəbləşərək evə gəldim. Evə gəldiyim zaman Xəlildən evin giriş qapısında niyə görə qızımla boşanmaq istədiyini soruşdum. O yaxşı edirəm, boşanıram dedi. Xəlilin bu sözündən qəzəbləndim və üzündən yumruqla vurdum. Onu yerə yıxdım. Daha sonra mübahisəmiz sonlandı deyə o ifadəsinə belə yekun vurub. İş üzrə ifadə verən Xəlilin sözlərinə görə Quba rayon sakini Məsim ilə 2 ildir ki, ailə qurub və bir övladı var. Qaynatam Məsim bizimlə bir mənzildə yaşayır. Saat 19 radədə Məsimə zəng etdim. Ona qızı ilə aramızda mübahisə olduğu üçün boşanmaq istədiyimi bildirdim. Məsim həmin vaxt mənimlə telefonla cobut danışdı. Daha sonra saat 20 radələrində Məsim işdən evə gəldi və evin girişində qəzəblənərək üzerimdən yumruqla vurdum. Mən yerə yıxıldım. Daha sonra Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verdim deyə zərər çəkmiş şəxs ifadəsində göstərib. Bu cinayət işinə Quba rayon məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərər çəkənlə barışıq əldə edib. Bu səbəbdən Məsimin barəsində olan cinayət təqibinə xitam verilib. O cinayət məsuliyyətindən azad edilib.